Bu salatı yoxlayan hər kəs reseptini istəyir. Hazırlanması çox asandır. Novruz süfrəsi üçün fərqli və çox ləzzətli salat. Hazırlanması çox sadədir. İlk öncə qaba 1 ədəd narı təmizləyib əlavə edirik. Daha sonra üzərinə 1 ədəd qırmızı soğan nazik şəkildə doğrayıb əlavə edirik. 100 qram qoz və 1 ədəd rəndələnmiş çuğundur əlavə edirik. Bu salat bayram süfrələrinizin bəzəyinə çevriləcək. Videoda göründüyü kimi daha sonra isə lobya əlavə edirəm. Lobyanı öncədən qaynatmışam. İsti-isti əlavə edirəm. Və daha sonra toyuq filesi 100 qram əlavə edirəm və mayonezini əlavə edib qarışdırıram. Mayonez çox az istifadə etmişəm. Siz mayonezi smetanla da əvəz edə bilərsiniz. Daha sonra 1 çay qaşığı duz və 1 çay qaşığı istiot əlavə edirəm. Yaxşıca qarışdırırıq. Qonaqlarınız mütləq resepti istəyəcək. Siz də yoxlayıb hazırlayacaq olanlara indi nuş olsun. Növbəti videolarda görüşərik. Hələlik.